Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün 2-ci siniflər üçün keçirilən Kenguru Olimpiyadasının final suallarını, 2025-ci il final suallarını sizlərlə birlikdə həll edəcəyik. Əvvəlcə 3 ballıq suallardan başlayırıq. Baxırıq birinci suala. Ata 5 uşağının 3 təkərli velosipedlərinin bütün təkərlərini dəyişdirməlidir. Ona bunun üçün neçə yeni təkər lazımdır? Yəni bu sadə sualdır, çətin heç nə yoxdur. 5 velosipeddir, yəni 5 uşaqdırsa, hər uşağın da bir velosipedi varsa, 5 dənə velosipeddir və hər birinin 3 təkəri varsa və bütün təkərlər dəyişirsə, deməli 5-i 3-ə vururuq. 5 dənə 3, yəni təkər lazımdır ona. Təkər toplama ilə tapa bilərsiniz. Məncə artıq vurmanı bilirsiniz. 5-i 3-ə vurub tapırıq ki, 15 təkər lazımdır. Qızlar tək ayaqla tullanma yarışında iştirak etdilər. Emma əvvəldən 9-cu, sondan isə 5-ci oldu. Yarışda neçə qız iştirak etdi? Bu cür sualları necə həll edirik? Əvvəldən 9-cu, məsələn, sondan 5-cidirsə, 9-un üzərinə 5-i gəlib, 1-i çıxırıq. 9-un üstünə 5 gələndə 14, 1 çıxanda 13. Nəyə görə 1 çıxırıq? Çünki bir uşaq 2 dənə yer tuta bilməz. Həm burada 2 yer kimi götürə bilmərik. Onlardan birini çıxırıq, qalır 13. Və yaxud da burada şagirdimiz elədiyi kimi çəkərək də tapa bilərsiniz. Məsələn, çəkək 9 dənə, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-u başqa rəngdə eləyək. 9-cudur. Əvvəldən 9-cu, sondan isə 5-cidir. Deməli 1, 2, 3, 4. Çünki 1, 2, 3, 4 olur 5-ci. İndi bunları saysaq, neçə dənə olur? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 dənə gördüyünüz kimi alınır. Və yaxud da sadəcə olaraq bu yolu yadınıza saxlamağa məsləhət görürəm. Üstə baxırıq, şəkildə göstərilən evlərdə 5 heyvan yaşayır. Eşək qırmızı evdə, dələ isə sağdan 2-ci evdə yaşayır. Əgər pişik itin yanında yaşaya bilmirsə, amma siçan ilə ortaq divarları olmalıdırsa, bənövşək evdə kim yaşayır? Bizə eşəyə verib ki, qırmızı evdə eşəkdir. Yəni bildiyimiz budur, bunu yazırıq. Sonra dələni də deyir. Dələ deyir sağdan 2-ci evdir. Bəli, burada sağdan 1-ci budur, sağdan 2-ci budur. Dələ də burada yaşayır. Sonra bizə nə deyir? Əgər pişik itin yanında yaşaya bilmirsə, deməli biz bura pişik it dalbadal yaza bilmərik. Ya burada pişik olmalıdır bunlardan birində, ya da it olmalıdır. Yan-yana ola bilməz. Və deyir, amma siçan ilə ortaq divarları olmalıdır. Deməli biz bura pişik yaza bilmərik. Çünki biz bura pişik yazsaq, pişiyin yalnız dələ ilə ortaq divarla. Ortaq divar nədir? Yəni hər ikisində olan divar. Deməli, bura pişik ola bilməzsə, bunlardan biri pişikdir, biri də siçandır. Fərqi yoxdur. Bu pişikdir, bu siçandır və yaxud da ki, bu siçandır, bu pişikdir. Fərqi yoxdur. Yəni, ikisindən biri bunlara aiddir. Bizə əsas bənövşəyə lazımdır. Bənövşəyə də qalır it. Bizdən bənövşəyini soruşurdu. Seçirik it. B variantı. 3, 5, 7, 9 və 15 ədədlərindən 4 ədəd seçin. Və düzgün toplama əldə etmək üçün bu ədədləri kvadratın içərisinə yerləşdirin. Bu zaman hansı ədəd seçilməyəcək? Yəni, elə ədədləri seçməliyik ki, soldakı 2 ədədin cəmi sağdakı 2 ədədin cəminə bərabər olmalıdır. Bir-bir qoyub yoxlaya bilərsiniz. Məsələn, 3 ilə 9 qoysaq, 3 ilə 9-un cəmi 12 eləyir. 5 ilə də 7-in cəmi 12 edir. Bəli. Deməli, bura 3 yazarıq, bura 9 yazarıq. Bu oldu 12. Bura 5 yazarıq, bura 7 yazarıq. Bu da oldu 12. Deməli, 15 seçilməlidir. E variantı. Rəşadət bir uçurtma düzəldir. O konstruksiyasına hansı hissəni əlavə etməlidir? Yəni, bu hissə lazımdır. Gördüyünüz kimi, bura rəngsizdir. Baxırıq ki, yəni bu oxların davamı, xəttlərin davamı olmalıdır da burada bu şəkildə. Baxırıq ki, hansı variant uyğundur bura?
Bu uyğun deyil təbii ki. Üçbucaq balacadır, enlidir. Bizə lazımdır uzun üçbucaq, ensiz üçbucaq. İçində də ki xətlərin sayı deməli 1 2 3 olsun. 3 dənə xətt olsun. Həmçinin üçbucağın tərəflərindən də baxırıq ki, D variantı uyğun deyil. D-də üçbucağın tərəfləri çox uzundur, amma burada bir tərəf qısadır. Yəni bu düzbucaqlı üçbucaqdır. Burasına baxırsınız, düzbucaq var burada. Elə ona əsasən tapa bilərik, mənə elə gəlir. Məsələn, E variantı da deyil. Burada düzbucaq yoxdur. Bu kör bucaqdır. Yəni bu hissəsi böyükdür. Yəni bucaqları tanımırsınızsa, görür ki, bu daha çox açılıb bu hissəsi, amma burada xəttlər düz şəkildə açılıb. Yəni E də ola bilməz. Qaldı anancı, bunların bucaqlarını elə də ayırd eləmək olmur. Gəlin bu xəttləri dəqiqliklə çəkək görək. Hansı variantdakı kimi xəttlər alınacaq. Bax, bu gəlir bundan birləşəcək. Bir dənə xətt bu olacaq. Bu uzun bir xətt olacaq. Gələcək bura. O da belə. Belə 3 dənə xətt olmalıdır. Biri uzun, ortadakı. Digərləri biraz qısa. Baxırıq ki, burada 3 dənə xətt alınır. Amma A variantında burada bir dənə də balaca bir xətt görünür. Deməli A olmayacaq. Çünki burada heç nə yoxdur bu hissədə. C uyğundur. C-də 3 dənə xətt var. 6-ya baxırıq. Şəkildə 5 guşəli, 6 guşəli və 7 guşəli ulduzlar var. Neçə 5 guşəli ulduz var? Bizə 5 guşəli ulduzlar lazımdır. Guşələrini sayırıq sadəcə olaraq. Məsələn, bu 5-dir. 3, 4, da 5. Sonra bu 5'ti. 1, 2, 3, 4, 5. Ve sonra bu 5'ti. 1, 2, 3, 4, 5 köşədir. 1, 2, 3, 4, 5. Bu da 5 köşəlidir. Digərlər çoxdur. Baxan kimi də görünür ki, digərlər çoxdur. Deməli 4 dənəsi 5 köşəlidir. C variantını seçirik. Pişiklərdən hansı siçana çatacaq? Biz bir-bir pişiklərdən gedə də bilərik. Amma məncə ən rahat yolu siçandan başlayaq görək. Bu siçana çatan xətt gedib hansı pişiyə çatacaq? Deməli, siçana gedən xətt budur. Gəlir. Buradan gedir. Gedir. Buna gəldi çatdı ki. E'yə gəldi çatdı. Deməli, E variantı seçirik. Kenguru hər səhər 3 armud və 8 alma yeyir. Kenguru bir həftədə nə qədər meyvə yeyir? Biz əvvəlcə bir gündə nə qədər meyvə yeyir onu tapırıq. 3 armud və 8 alma. Meyvə soruşur, yəni ikisi birlikdə tapırıq 11. Bu bir gündədir. Bizdən bir həftəni soruşduğuna görə, bir həftədə 7 gün olduğuna görə 11-i də 7-yə vurub cavabı tapırıq ki, 77. C variantı. Keçdik 4 ballıq suallara. Verilən yollardan hansı ən uzundur? Baxırıq. Burada içəridəki yollar daha qısadır. Nəinki onları əhatə eləmiş kənardakı xəttlər. Ona görə B, C, D olmayacaq. Ya A'dır, ya da E'dir. Baxırıq ki, E'nin bu hissəsi A'nın bu hissəsinə uyğundur. Bu balaca hissə bura uyğundur. Bu uzun hissə, yəni eni bura uyğundur. Amma əlavə olaraq A'da bu xəttlər də var. E'də də əlavə olaraq bir xətt var. E'də əlavə bir xətt var, A'da əlavə 3 xətt var. Deməli, başa düşürük ki, A daha uzundur E'dən. Ona görə seçəcəyik A variantını. Anar P nöqtəsindən hərəkətə başlayır və verilən istiqamətdə gedir. Burada deməli, üfüqün cəhətlərdə ingilis dilində yazılıb. Yaxşı olardı ki, bunu da tərcümə eləsinlər. Burada N yazıb, 2 dənə N. N şimaldır. Gördüyünüz kimi buradadır. Naus'dur ingilis dilində. Və sonra W yazılıb. Bu West'i şəkildə də görünür. Bura qərbdir.
Sonra yenə north, sonra east, şərqdir və south da cənubdur. Biz bu hərflərə əsasən gedəcəyik. 2 addım deməli şimala gedir, yuxarı getməlidir. Və deyir P nöqtəsindən başlayır. P nöqtəsi buradadır. Başqa rəng seçin. Burada artıq yazılıb. 2 addım getsək 1 2 çatdıq bura. Sonra 1 addım qərbə W-yə getməliyik. Getdik. 2 addım yenə enə, yəni şimala. 1 2 sonra 3 addım şərqə E-yə. 1 2 3 və 1 addım da cənuba. Deməli D nöqtəsinə gəldi, çatdı. Düz nöqtələr tam verilməyib, göydə qalıb bu hərflər. Yaxşı olardı nöqtəsi göstərilsin. Yəni bura uyğun bir dənə yaxın D var, ona görə D-ni seçəcəyik. Sonra keçirik 11-ə. Əflatun bir şəkil çevirir. İlk 3 çevrilmə şəkildə göstərilmişdi. O bunu cəmi 10 dəfə etdi. Şəkil ən sonda necə görünürdü? Deməli, baxırıq ki, neyniyib? Çevirib bu cür olubsa, sonra bu cür, sonra da bu cür. Yəni 90 dərəcə dönür hər dəfə. Bu nədir? Variantları verib. Aha. Sonra 4-cüdə necə olacaq? 4-cüdə yenidən bu cür olacaq. 5-cidə belə olacaq, 6-cıda belə olacaq, 7-cidə belə olacaq. Sonra 8-də yenə belə olacaq, 9-da belə olacaq, 10-da isə bu olacaq. Bu da baxırıq hansı variantdadır? D variantındadır. D-ni seçirik. Keçirik 12-yə. Şəkildə neçə üçbucaq var? Sayaq. 1, 2, 3, 4. İçəridəki balaca üçbucaqları saydıq. Sonra bunun özü 5. Sonra burada başqa üçbucaq var. Baxaq görək. Başqa üçbucaq yoxdur bu üçbucaqda. Dəqiqliyi ilə baxaq. Yoxdur. İndi keçirik aşağıdakı figurda üçbucaqlar sayaq. 6, 7, 8, 9. Sonra baxın bu belə bir üçbucaq var burada. 10. Sonra belə bir üçbucaq var. 11. Sonra belə bir üçbucaq var. 12. Sonra bunlar silək. 12-ni yadda saxlayaq. Və burada da balaca üçbucaqlar var. 12, 13, 14, 15, 16, 17. Sonra bu uzun halda olan 18. Sonra buradan bura 19. Başqa məncə artıq yoxdur. Bir də baxaq bu şəkildə. Deməli onu saydıq. Hələ 19 başqa yoxdur artıq. D variantı. 13-ə baxırıq. Müəllim lövhədə 10-dan 1-ə qədər ədədlər yazıb. Bənövşə bəzi rəqəmləri silib. Bənövşə neçədən rəqəm silib? Baxırıq ki, bir-bir azala gedir. 19, 8, deməli burada olacaq 7, 6, 5, 4, 3. Sonra 2 ilə 1 var. Deməli burada neçə ədədi silib onu sayırıq. 1, 2, 3, 4, 5. B variantı. 14-ə baxaq. Şəklə baxın və cədvəldə sual işarəsinin yerinə hansı ədədin yazılmalı olduğunu müəyyən edin. Sual buradadır. Və baxırıq ki, bu sətirdə ağ yazılıb. Yəni ağ figurların sayı lazımdır. Və sütunda isə üçbucaq. Yəni bizə lazımdır ağ üçbucaqların sayı. Digərləri məsələn yoxlamaq üçün veribdir. Qara dairə 3 dənə yazıb. Görürük ki, bəli 1, 2, 3 dənə qara dairə var. Ağ kvadrat 4 yazıb. 1, 2, 3, 4. Yəni buradan başa düşürük ki, sayılarıdır burada. Bizə də dedik ki, lazımdır ağ üçbucaqların sayı. O da neçədəndir? 1, 2, başqa yoxdur. 2 dənə. B variantı.
15'ə baxırıq. Adil bir neçə tort aldı və onların ödənişini 4 ədəd 2 manatlıq pul əskinası ilə etdi. O 50 qəpik pulun qalınlığını aldı. Hər bir tortun qiyməti 1 manat 50 qəpikdir. Adil neçə tort aldı? Deməli, deyir ki, ödənişini 4 ədəd 2 manatlıqla edibsə, 4-ü 2-yə vuranda, deməli 8 manat pul ödəyibdir və 50 qəpik qalıbsa, 8 manatdan çıxırıq 50 qəpik. Bunu qəpiyə çevirərik, 800 qəpik edir. 850 çıxanda 750 qəpik qalıb. 7 manat 50 qəpik və bir tortda deyir 1 manat 50 qəpikdir. 7 manat 50 qəpik 1 manat 50 qəpiyə bölmək lazımdır. Bunu əslində ikinci sinif uşaqları bilmir bölməni. Amma yəni biz neçədən 1 manat 50 qəpik toplasaq 7 manat 50 qəpik eləyir. Onu tapa bilərik. Bunu qəpiyə çevirsək 150. İkincisini gəlsək üstünə 300 eləyir. Üçüncüsünü gəlsək üstünə 450 eləyir. Dördüncüsünü gəlsək üstünə 600 eləyir. Beşincisini gəlsək üstünə 750 eləyir. Bu da deməli 5 dənə tort alıb B variantı. 16-ya baxırıq. Rəşadın 3 çiçəyi var, 6 ləçəyi olan, 7 ləçəyi olan, 8 ləçəyi olan. Hər bir addımda o 2 fərqli çiçəyin hər birindən 2 ləçək qopardır. Rəşad addım edə bilmədikdə dayanır. Rəşad belə addımlarla ən çox neçə ləçək qopara bilər? Ən çox soruşur. Deməli, hər addımda yalnız 2 güldən qopara bilir. Deməli, bunun 6 ləçəyi var. Bunun 7, bunda 8. Birinci çox ləçəyi olanlardan qoparsa daha yaxşı olar ki, daha çox ləçək qopara bilsin. Bunlarda 7 ilə 8-dir. Məsələn, 4 dəfə addım atsa və ancaq bunlardan dərsə, burada qalır 3, burada qalır 4, bu da 6 olaraq qalır. Hələ ki buna dəyməyib. Sonra 6 ilə 4-dən dərsə, yəni daha çox olanlardan dərməyə çalışırıq və hərəsindən 4 addım atsa, 4 dəfə dərsə, yəni bunda qalır 2, burada qalır, yox 4 dəfə dərməyək indidən, 3 dəfə dərək, burada qalır 3, burada qalır 1, burada qalır 3. Yəni çünki buradan dərmədik bu dəfə. İndi bu 3 olanlardan dərsə, elə hərəsindən 3 addım eləsə, ancaq bunlardan dərsə, bunlarda 0 qalır, bunda da 1 qalır. Bunu artıq dərə bilməyəcək, çünki hər dəfə, hər addımda 2 fərqli çiçəyin gülünü dərir, bir dənəsi qalır. Digərlərinin hamısını dərə bilir, bir dənəsi qalır. Hamısı birlikdə nə qədərdir onu tapaq. Birində 6 ləçək, birində 7, birində 8. 21 ləçəkdir, biri qalır ən sona. Deməli, 21-dən də birini çıxsaq, 20 dənəsini dərə bilər. B variantı. 17-yə baxırıq, pandanın arxasında hansı ədəd gizlənib? Sadə sualı sadəcə hesablanmaq lazımdır. Onun üstünə 6 gəlirik, 16. 16-dan üstünə 8 gəlirik, 24. 24-dən 6 çıxırıq, 18. 18-in üstünə 8 gəlirik, 26. 26-dan da 10 çıxırıq, 16. A variantı. 18-ə baxaq. 5 ballıq suallara keçdik. Standart zərinin üzərində 1, 2, 3, 4, 5, 6 rəqəmləri var. Bu rəqəmlər aşağıdakı şəkildə dəyişdirilir. Cüt rəqəm 2-yə bölünür, tək rəqəm isə 2-yə vurulur. Yeni zərin üzərində olan rəqəmlərin cəmi neçədir? Deməli, 1 tək ədəddir. Tək rəqəmi 2-yə vururduq. Deməli, 1-i 2-yə vurmalıyıq. Eləyir 2. Üstə gəl. Cəmin soruşur sonda. 2 cüt rəqəmdir. Cüt rəqəm 2-yə bölünür. 2-ni 2-yə bölündə 1 eləyir. Üstə gəl. 3 tək rəqəmdir. 2-yə vurmalıyıq. 3-ü 2-yə vuranda 6. Üstə gəl. 4 cütdür. 2-yə bölməliyik. Eləyir 2. 4-ü 2-yə böləndə üstə gəl. 5 təkdir. 2-yə vurmalıyıq. 10 eləyir. 6 cütdür. 2-yə bölməliyik. 3 eləyir. İndi bunların cəmini tapaq. 2 ilə 1 3. Üstünə 6 9. Üstünə 2 11. Üstünə 10 21. Üstünə də 3 24. B variantı. 19-a baxırıq. Kenguru gölə su içməyə getdi. Evdən gölə gedərkən 7 ədəd 6 metr uzunluğunda tullanma etdi. Göldən evə qayıdarkən 4 ədəd 3 metr uzunluğunda tullanma etdi. Və qalan tullanmaları yalnız 2 metr uzunluğunda etdi. O neçə 2 metr uzunluğunda tullanma etdi.
Deməli, gölə gedərkən 7 ədəd 6 metrlik tullanma edirsə, 7-ni 6-ya vurub tapırıq ki, yolun uzunluğu deməli 42 metrdir ki, bu 7 dəfə tullanıb, hər dəfə də 6 metr. İndi qayıtmağını tapaq. Evə qayıdarkən 4 ədəd 3 metrlikdirsə, 4-ü 3-ə vurub tapırıq ki, nə qədər yol getdi? 12. Qalan tullanmaları, qalan yolu tapmalıyıq. Deməli, 42 yolun uzunluğudur. 12-sin gedibsə, 42-dən 12-ni çıxırıq. Deməli, qalıb 30 metr. Və deyir, qalan tullanmaları yalnız 2 metr uzunluğunda edib. Deməli, biz 30-u da 2-yə bölməliyik ki, neçə 2 metr uzunluğunda tullanıb onu tapaq. Bu da eləyir 15. Yəni 15 dəfə 2 addım 2 metrlik tullansa 30 metr edir. Bizə də 30 metr lazımdır. Deməli, düzgün cavab C olacaq. 20-yə baxırıq. Minayənin 2 kağız lövhəsi var. O, hər bir lövhənin bir tərəfini belə rənglədi. O, bu lövhələrdən istifadə edərək hansı fiquru düzəldə bilər? Deməli, lövhəsi budur. Birini göstərib, yəni 2 dənədir deyir bundan. Hansı fiquru düzəldə bilər? Bunun neçə üzü var? Üzlərin sayından tapa bilərik. Məsələn, 1, 2, 3, 4. İkisi birlikdə 8 üz eləyəcək. Amma E variantında deyəsən çoxdur. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yox, 8-dir. Sonra burada da 8-dir. 1, 2, 3, 4, 5, 6, 7, 8. Üzlərin sayından tapmayacaq. Hamısı 8 üzdür veribdir. Hansını düzəldə bilər? Baxaq görək. Aha, A-nı düzəldə bilməz. A-da çünki 3 dənə qaraxana var, amma burada bir dənə qaraxana varsa, digərində də bir dənə qaraxana var. Yəni 2 dənə ümumi qaraxana olmalıdır. A ola bilməz. Digərlərinə baxaq. B-yə baxaq. Məsələn, düşünsək ki, bu fiqur bu hissəsidir. Deməli, bu birinci fiqurumuz. Tərs çevirib, deyən görüm düz elədim. Bəli, tutaq ki, budur, tərs çevrilib qoyulub. Digərinə baxırıq ki, digəri uyğundurmu? Əslində bunu da düşünmək olar ki, bu da digər tərəf alınır. Yəni tərs çevirəndə bunu biz gərək tərs çevirək ki, buradakı fiqur alınsın. Sonra da bunu da əyib qoysaq, alınır B variantı. Amma digərlər də alınır baxanda. Deməli, biz bunu o üzünə, digər üzünə çevirə bilmərik. Ancaq bu üzdə qalmalıdır. Sadəcə fırlada bilərik yerini. Çevirə bilərik, yəni. Yəni, arxa üzünə çevirməməli. Çünki arxa üzünə çevirsək, variantlar çoxu alınır. Ona görə B olmayacaq. Çünki B-ni düzəltmək üçün biz bunu arxa üzünə çevirməliyik ki, başı aşağı qoyaq bu hissədə. C variantına baxırıq. C variantında baxın, bu şəkil bu hissədədir. Arxa üzünə çevirmədən sadəcə biraz çevirərək bu şəkli almaq olur. Digəri də elə həmçinin. Elə baxırıq ki, düzgün cavab budur. 2 dənə eyni şəkildir, bir-birinə birləşdirilib. Elə C-dir. D niyə ola bilməz? Baxaq, bu şəkil buradadır, tutaq ki. Digər şəkildə bu da alınır da, bu da alınır. Bu da alınır çünki biz bunu bu vəziyyətdə çevirsək, yəni neçə dərəcə deyim sizə, 270 dərəcə çevirsək, bu şəkil alınacaq. Bu vəziyyətdə olacaq. E-yə baxaq, görək. E-dən yox, alınmır. E-ni gərək biz yenə arxa üzünə çevirək ki, alınsın. Heç arxa üzü də yox. Bu şəkil, yəni burada bu cür deyil, bu fərqlidir tamamilə. E alınmır. Amma bu D ilə C mənim fikrimi qarışdırdım. Nəyə görə? C-dir, nəyə görə D deyil. C dedik ki, bəli, 2 dənə bu vəziyyətdə birləşdirəndə bu şəkil alınır. Bəs D-də necə alınır?
D-də də yenə bu biri. Bu da digəri. Nə deyir? Minayan 2 kağız lövhəsi var. O hər bir lövhənin bir tərəfini belə rənglədi. O bu lövhələrdən istifadə edərək hansı fiquru düzəldə bilər? C-ni düzəldə bilər. Yəni o 100%-dir. Sadəcə 90 dərəcə çevirməklə C-dəki fiquru alınır. Amma D-də şübhəli qaldım məndə. D də alınır çünki bu tərəfi yenə 90 dərəcə çevirsək buradakı fiqur alınır. Bura kimi. Aha. Bunu da biz deməli neçə dərəcə çevirməliyik ki buradakı fiqur alınsın? ...270 dərəcə çevirəndə bu şəkil alınacaq da. Deməli burada 2 variant da uyğundur. C-ni də seçmək olar, D-ni də. 21-ə baxaq. Kenguru 1 dəqiqə ərzində 10 dəfə tullanır və ardından 3 dəqiqə istirahət edir. Sonra yenidən 1 dəqiqə ərzində 10 dəfə tullanır və 3 dəqiqə istirahət edir. Bu şəkildə davam edir. O ən çox neçə dəqiqə sonra 47 tullanma edəcək. 47-ni bölərik 10-a. Qalıqlı bölmədi bunu. Əslində bu 3-cü, 4-cü sinif suallarında da var. Yəni 2-ci sinifə də salıblar. Bu 2-ci sinif səviyyəsində deyil. Deməli 1 dəqiqədə 10. Üstə gəl 2-ci dəqiqədə 10. Bizə lazımdır 47 olsun. Sonra 10. Yenə 10. 40 oldu. Bizə 47 lazımdırsa deməli 5-ci dəqiqədə lazımdır ki 47 olsun. Yəni tam 47-ni də keçir. Yəni 47-ni ən azı keçməlidir də. Bunun üçün 5 dəqiqə lazımdır. Çünki 1 dəqiqədə 10 dəfə tullanır. Və hər tullanandan sonra 3 dəqiqə istirahət edir. Yəni bunun arasında 3 dəqiqə istirahət edir. Bunların arasında da 3 dəqiqə, bunların arasında da, bunların arasında da. Deməli 4-dən də 3. 12 dəqiqədə istirahətə gedir. 5 dəqiqə tullanmağa, 12 dəqiqə istirahətə toplayırıq. Deməli 17 dəqiqə. Düzgün cavab D variantı. Keçdi 22-yə. Bir addımda lövhədəki ədədə 2 əlavə edirsiniz və ya ədədi 2-yə vurursunuz. Birdən başlayaraq aşağıdakı ədədlərdən hansını tam olaraq 4 addımı ilə etmək mümkün deyil. Deyir birdən başlayaraq. Yəni hər birində birdən başlamalıyıq. Ya 2-yə vurmalıyıq, ya 2 üstə gəlməliyik. 4 dənə addım eləyə bilərik. Məsələn, vurma ilə getsək, biri 2-yə vursaq 2. Yenə 2-yə vursaq 4. Yenə 2-yə vursaq 8. Deməli 3 addım getdik. Yenə 2-yə vursaq 16. Burada 16 yoxdur. Deməli 4 addım getdikdə 1 2-yə 2, 2 2-yə 4, 4 2-yə 6, 4 2-yə 8, 8 2-yə 16. Bizə 16 lazım deyil. 8 burada toplama ilə əvəz eləyək. Burada cavab bura kimi 4'dür. 4'ün üstünə 2 gəlsək 6. 6'nın üstünə 2 gələndə 8 və yaxud da 2-yə vuranda 12. Bunlar da yoxdur. Bu cür başlamayaq. 1-dən başlayaq. 1-dən sonra üstə gəl 2 yazaq. Yenə üstə gəl 2, yenə üstə gəl 2. 1-in üstünə 2 gələndə 3, üstünə 2 gələndə 5, üstünə 2 gələndə 7, üstünə yenə 2 gələrik, 4-cü addım. Bu da oldu 9. Deməli 9 almaq mümkündür. Sonra bura kimi topladıq 7 oldu dedik. Və 7-ni də 2-yə vurarıq 14. Deməli 14 də alınır. Sonra nə edə bilərik? Vurma ilə əvəz eləsək buradan sonranı. 1-in üstünə 2 3, üstünə 2 5, 5-i 2-yə 10, 10-u da 2-yə 20. 20 də alındı. Deməli ya 18 alınmır ya da 24. Necə ala bilərik? 18 və yaxud 24. Buradakini də vurma ilə əvəz eləsək görək neçə alınır. 1-in üstünə 2 3, 3-ü 2-yə 6, 6-nı 2-yə 12, 12-ni 2-yə 24. Bəli 24 də alındı. Deməli 18 alınmır. C variantı. 23-ə baxırıq. 1-5 ölçüsündəki zolağı 2 dəfə böyük perimetr olan bir zolağa çevirmək üçün neçə ədəd 1 vurulsun 1 ölçüsünə kvadrat əlavə etməliyik? Bunun əvvəlcə perimetrini tapaq.
Deməli 5 dənədirsə 5 yuxarıda 5 aşağıda 10, 11, 12. Bunun perimetri 12'dir. Bizə lazımdır 2 dəfə böyük olsun, yəni 24 olsun. Deyir neçə ədəd kvadrat əlavə etməliyik. Burada 5 dənə kvadrat var. Biz 5 dənə də bu cür əlavə etsək alınmayacaq. Çünki 6 dənə olacaq cavab. Baxın 5 dənə əlavə etdik tutaq ki, düzdürmü? Bu dəfə yuxarı 10, aşağı 10, elədi 20, 21, 22 olur. Deməli 24 olmur. Çünki bu 2-dən xətt birləşdi burada. Yəni 5 dənə kvadratla alınmır. Bir dənə də kvadrat əlavə edəsək, deməli 11 dənə kvadrat olursa, 11 yuxarıda 11 aşağıda 22, 23, 24. Deməli 6 dənə kvadrat əlavə eləməliyik. C variantı. 24-ə baxırıq. 2 sualımız qalıb. Deyir 5 uşaq onların konfetlərini göstərən bir şəkil çəkdi. Ağ kvadrat 1 konfet, çarpaz kvadrat 2 konfet, qara kvadrat 3 konfet bildirir. Sonra hər uşaq eyni sayda konfet yedi. Aşağıdakılardan hansı qalan konfetlərin sayı ola bilər? Baxaq görək neçə konfetləri var bunların. Ağ kvadratlar bir dənədirsə, 1, 2, 3, 4, 5, 6 dənə konfet üstə gəl. Çarpaz kvadrat 2 kvadrat. Çarpaz budur 1, 2, 3, 4. Bunlar 2 dənə konfeti bildirir. 4'ü 2'yə vuruq 8. Üstə gəl. Qara kvadratlar 3 konfeti bildirir. Qara kvadratlar sayaq 1, 2, 3, 4, 5, 6. 6'nı da 3'ə vuranda 18. Deməli toplayaq. 6'na 8, 20, 14. 14'ün üstünə 18 gəndə 32. Bunların 32 konfeti var. Və deyir, sonra hər uşaq eyni sayda konfet yedi. Aşağıdakilərdən hansı qalan konfetlərin sayı ola bilər? 2 olar. 5 uşaqdırsa, hərəsi deməli 6 dənə yesə, 30 konfet eləyir, ikisi qalır. Düzgün cavab 2'dir. Yəni 32'ni 5'ə bölərik, 5 uşaq olduğuna görə. O edir 6. Hərəsi 6 konfet yedi və 2 dənəsi də qalır. 25'ə baxırıq. Sonra hədiyyə olaraq 240 dollar aldı və ticarət mərkəzinə getdi. O bunu 3də birini paltar alaraq xərclədi. Sonra qalan pulun yarısını ayaqqabılara xərclədi. Daha sonra o ərzaq dükanına getdi və evə 30 dollarla qayıtdı. O ərzaq üçün nə qədər pul xərclədi? Çox təəssüf ki, burada ikinci siniflərə aid olmayan bir sualdır. 3də 1, yəni kəsri qətiyyən ikinci siniflər keçməyiblər. Amma yenə həllini deyək. Deməli 240'ın 3də 1'ini xərcləyibsə, 3də 1'ini tapmaq üçün 3'ə bölüb 1'ə vurmaq lazımdır. Ədədin hissəsini tapanda. Bu edir 80. 80 manatın xərclədisə nə qədər qaldı? Çünki qalan pulun deyir yarısını. 240'dan 80'ə çıxırıq, 160 manatı qaldı. Və deyir qalan pulun yarısını, yəni 160'ı da 2'yə bölürük yarısını tapmaq üçün. Bu da edir 80. 80 manatını da xərclədi. Deməli yarısı da qaldı. 80 manatı da qaldı. Və deyir o ərzaq dükanına getdi və 30 dollarla qayıtdı. 80 dolları var idi. 30'u qalıbsa, deməli 80'dən də 30'unu çıxıb tapırıq ki, 50 manat da ərzaq üçün xərcləyib. D variantı. Bu sual qətiyyən ikinci siniflər üçün deyil. Amma yəni həlli budur. Bəli, sualların sonuna gəldik çatdı. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.